Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Əziz müsəlmanlar, bugünkü mövzumuz Ramazan bayramı ilə əlaqədardır. Bayramdan əvvəl nələr edəcəyi və sonra nə etmək məsləhətdir? Bu haqda danışacaq. Demək, birincisi, hər bir müsəlman bayramdan əvvəl bir sa, təxminən 2 kilo yarım, 3 kilo arası fitrə zəkatı çıxarıb kasıblara verməlidir. Ən yaxşı vaxtı bayram namazından əvvəldir. Yəni, Ramazan ayı tamamlananda axşamdan sonra bayram namazına qədər verilməsi yaxşı, müstəhəb sayılan vaxtdır. Ancaq, əgər adam bir gün əvvəl, 2 gün əvvəl onu versə, ona da icazə verilir, onu da eləyə bilər. Amma yenə deyirəm, ən yaxşısı, müstəhəb olan vaxtı bayramdan əvvəl olan vaxtdır. İkincisi, bayram namazından əvvəl xurma yeməkdir. Yəni, səhər durub bayram namazına getdikdə, evdə xurma yeyib getmək, həm də tək sayda, Peyğəmbər s.a.v. bayram namazına getdikdə, evində tək sayda xurma yeyib, sonra gedərdi. Və bir də bayram namazına getdikdə bir yolla gedər, başqa yolla qaydardı. Üçüncüsü, bayramdan əvvəl qüsl etmək məsələsidir. Sahabələr bunu edərdi. Həmçinin onlardan sonra gələnlər də. Elə bu səbəbdən də İslam alimləri qüsl etməyin müstəhəb əməl olduğunu deyirlər. Təbii ki, əgər hava soyuqdursa, qüsl etsən, xəstələnmə ehtimalı var və s. o zaman eləməsən də olar. Namaz, bayram namazını qılmaq üçün dəstəmaz almaq isə vacibdir. Yəni, qüslün buna aidiyyəti yoxdur. Namaz üçün ayrıca dəstəmaz alınmalıdır. Dördüncüsü, bayram namazına getdikdə gözəl geyimimizi geyinməliyik. Allah subhanətə alə Əraf surəsinin 31-ci ayəsində deyir ki, Xuzu zinətəkum ində kulli məscidin. Məscidlərə getdikdə gözəl geyinin, gözəl görünün. Beşincisi, qadınların və uşaqların bu namazda iştirak etməsidir. Yəni, bayram sevincini onlar da yaşamalıdır. Peyğəmbər s.a.v. əmr edərdi ki, bu namaza qadınlar da, uşaqlar da gəlsin, onlar da iştirak etsin. Altıncısı, bayram namazına qədər, yəni Ramazan ayının tamamlandığını bildinizsə, artıq elan olundu ki, tamamlanıb, səhər bayramdır, bayram namazına qədər təkbir gətirmək müstəhəb əməllərdəndir. Çoxlu savab qazandıran əməllərdəndir. Allahu Akbar, Allahu Akbar, Allahu Akbar, La ilahe illallah, Allahu Akbar, Allahu Akbar, və lillahil həmd. Sonra, yeddincisi, bayram namazını qıldıqdan sonra müsəlmanları təbrik etməkdir. Demək, bu xüsusda ayrıca bir dua varid olmayıb. Lakin, istədiyin kimi təbrik edə bilərsən. Məsələn, deyə bilərsən ki, Allah bizdən də, sizdən də salih əməlləri qəbul etsin və ya Ramazan bayramınız mübarək olsun və s. Ancaq dua etdikdə diqqət etmək lazımdır ki, dua Ramazan bayramına münasib olsun. Bəzilər deyir ki, yeni il bayramı mübarək, yeni ilin mübarək. Bu düzgün deyil. Şəmsi təqvimi ilə yeni il yanvarın 1-dən başlayır, qəməri ilə də Muharrəmin 1-dən. Yəni, bu heç cür düz gəlmir. Yeni il münasibəti ilə təbrik etmək. 8-incisi, bir-birinizi təbrik edərkən, namazdan çıxıb, bayram namazından sonra bir-birinizi təbrik edərkən, sadəcə əl sıxmaq kifayətdir.
Yəni, o qucaqlaşmaq ki var, sünnədə elə bir şey yoxdur. Sünnədə elə bir şey yoxdur ki, bayram namazından sonra qucaqlaşıb görüşəsən. Odur ki, sadəcə əl sıxmaqla görüşüb kifayətlənin. 9-uncusu, ən əsas əməllərdən biridir bu. Ramazandan sonra, yəni bayramın səhəri günündən Şəvvalın axırına qədər istədiyin günlərdə dalbadal, ayrı-ayrı fərq etməz. 6 gün Şəvval ayının orucunu tutmaqdır. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim Ramazandan sonra 6 gün Şəvval ayının orucunu tutsa, bir il oruç tutmuş sayılar. Yəni, bir ilin savabını qazanar. 30 gün, o da 6, 36, ona vurulur. Hər gün 10 savaba vurulur, 36 olur 360. Bir ilin savabını qazanır. Və nəhayət sonuncusu, 10-uncusu, Ramazanda etdiyimiz ibadətlərin, tutduğumuz orucun qəbul olunması üçün Allaha dua etməkdir. Bizdən əvvəlki müsəlmanlar Ramazan yetişməmişdən 6 ay əvvəl çoxlu-çoxlu hər gün dua edirdilər ki, Allah onlara o aya yetişməyi müvəffəq eləsin. Və bu aya yetişib Ramazanı keçirdikdən sonra yenə bir 6 ay dua edərdilər ki, Allah bu ayda onların tutduğu orucu və etdiyi ibadətləri onlardan qəbul eləsin. Biz də həmçinin dua edək. Özdə İbrahim, İsmail Peyğəmbərin aleyhissalam bizə öyrətdiyi möhtəşəm dua ilə hamımız üçün dua edib deyirəm. Rabbənə təqabbəl minnə innəkə səmi'ul alim. Ey Rəbbimiz, bizim etdiyimiz bu əməlləri bizdən qəbul et. Həqiqətən sən eşidənsən, bilənsən. Subhanəkallahumma və bihəmdik. Əşhədu ən la iləhə illə ənd. Əstəğfiruka və atubu ileyk.